Azərbaycanda at paleolit öyrənilmişdir. Azıq mağarasında əldə edilən tapıntılar əsasında. A variantı. Neolit dövründə olacaq D variantı. Müxtəlif sənət sahələri meydana gəldi. Misal toxuculuq, duluzçuluq, yığıcılıq və ovçuluq əsas məşğuliyyət sahəsi oldu mezolit dövrü. İlkin əkinçilik vərdişləri mezolit dövrü. Heyvanlar əhəlləşdirməyə başlandı mezolit dövrü. Heyvanlar daha uzaq məsafədən avlanmağa başladı mezolit dövrü. Üçüncü sual. At və orta paleolit dövrlərinin ümumi cəhəti. Cavabımız olacaq əmək alətlərinin daşdan hazırlanması. Ümumiyyətlə bu daş sözünü görsəniz bütün dövrləri götürün. Ağıllı insan formalaşması üst paleolit dövrü. İlkin əkinçilik vərdişləri mezolit dövrü. Neandertal orta paleolit dövrü. İstimə və bölgüsü tunç dövrü. Paleolit və mezolit dövrlərinin ümumi cəhəti. Cavab olacaq istehlak təsərrüfatının mövcud olması. İstehlak yəni mənimsəmə təsərrüfatıdır. Bu da bütün dövrlərin oxşar cəhətdir. Bunu da hansı oxşarlıqda görsəniz götürə bilərsiniz. Qəbilə icmasının yaralanması üst paleolit dövrü. Əkinçilik malların əsas məşğuliyyəti olması neolit dövrü. Axirət dünyasına inamın yaranması orta paleolit dövrü. Tayfa ittifaqlarının mövcud olması orta tunç dövrü. Uyğunluğu müəyyənləşdirin. İlkin şəhər mərkəzlərinin yaranması orta tunçdur, neolit deyil. Səhətkarlığın müstəqil sahəyə çevrilməsi orta tunçdur, 3-ü götürürük. İç medalın əldə edilməsi enolitdir, amma erkən dəmir düşüb götürmürük. Oturaq həyata keçmək neolitdir, 5-i götürürük. Cavabımız olacaq 3 və 5. Uyğun variantı müəyyənləşdirin. Toxuculuğun yaranması neolit dövrüdür, 1 və 4 olmaz. Neandertal adamın yaranması orta paleolitdir, 2-ni götürürük. İç metalın əldə edilməsi, bəli, mis enolitdir, 3-ü götürürük. Cavabımız olacaq 2-3. Küraz mədəniyyəti erkən tunçdur, burada isə erkən dəmir və orta paleolitdir, götürmürük. Azərbaycanda neolit dövrü üçün səciyyəvi idi. Cavab olacaq əhalinin oturaq həyata keçməsi. İlkin əkinçilik vərdişləri mezolit dövrüdür. Metal alətlərdən istifadə edilməsi enolitdən başlayıb. Mənimsəmə təsərrüfatının yaranması alt paleolit dövrüdür. Ev heyvanlarının əhəlləşdirilməsinin başa çatması təbii ki enolit dövrüdür. Üst paleolit dövrünə aiddir. Cavab olacaq insanların qəbilədə yaşaması. Qəbilə icması üst paleolit dövründədir. Bacarıqlı insan alt paleolit dövrüdür. İnsanların suyunu od əldə etməsi orta paleolit, axirət dünyasına inam orta paleolit, oddan istifadə olunması alt paleolit dövrüdür. 9-cu sual. Azərbaycanda mezolit dövrü üçün səciyyəvi deyil. Təbii ki, tayfa ittifaqlarının yaranması. Çünki bu orta tunçdur. Qalan hamısı ox və kaman, heyvanların əhəlləşdirilməsi, istehsal təsərrüfatına keçid, ilkin əkinçilik vərdişlərinin yaranması, bunların hamısı mezolit dövrüdür. 10. Neandertal adama aiddir. Cavab olacaq otçuluq və yığıcılıqla məşğul olması. Bu bütün insan tiplərinə aiddir. İlk insan məskənləri bacarıqlı insandır. İşdə və heyvanların əhəlləşdirilməsi ağıllı insandır. Qəbilə icması ağıllı insandır. İşdə və daş dəmir alətlərinin hazırlanması bacarıqlı insandır. Neandertal adama aiddir. Yəni orta paleolita aid bir hadisə tapmalıyıq. Cavabımız olacaq ulu icma. Bizdən ulu icma soruşsalar ya alt paleolit götürə bilərik ya da orta paleolit dövrü. Toxuculuq görsək ağıllı insan, oturaq həyat ağıllı insan, qəbilə icması ağıllı insan, iç daş alətləri isə bacarıqlı insandır. Sonra 12-ci sual uyğunlaşdırmada nəyi soruşur? Orta daş dövrü. Cavab olacaq ana xaqanlığın mövcud olması. Çünki ana xaqanlığı mezolit dövründə mövcud idi. Ona görə bunu götürürük. Yeni daş dövrü yenə olacaq ana xaqanlığın mövcud olması. Çünki neolit dövründə ana xaqanlığı mövcud idi. Ana xaqanlığı üst paleolit, mezolit, neolit və enolit dövründə olubdur. C variantı. 13-cü sual. Deyir ki, orta daş dövrü mikrolit əmək alətləri bu düzgün ifadədir. Səhətkarlıq müstəqil sahəyə çevrilməsi orta daş deyil, orta tunçdur. Ona görə bunu götürmürük. Sonra deyir, yeni daş dövrü mikrolit əmək alətləri dedik, axı orta daşdır, götürmürük. Yeni daş dövrü səhətkarlığın müstəqil sahə olması dedik, tunç dövrüdür, götürmürük. Mis daş dövrü bəli, tox əkinçiliyinin inkişaf etməsi. Yəni enolit dövrü, götürürük. Cavabımız olacaq 1 və 5. C variantı. 14. Heyvanlar uzaq məsafədən avlanmağa başladı. İnsanların qida ehtiyatını daha da artırdılar. Cavab olacaq ox və kamanın ixtirasının nəticəsi. Toxuculuq və saxsı qabla istehsalın yarandığı dövr təbii ki, neolit dövrüdür. Ümumiyyətlə, səhətkarlıq neolit dövründədir. Mis alətlərinin hazırlanmağa başlanması, təsərrüfatda əsasən daş alətlərdən istifadə olunması, mis alətlər elə enolit dövrü adından məlum olduğu kimi mis daş dövrü. Ona görə cavabımız olacaq A variantı. 17. İlkin əkinçilik vərdişlərinin yaranması, ibtidai maldarlığın əsasının qoyulması, əkinçilik və maldarlıq orta daş dövrü, yəni mezolit dövründə meydana gəldi. Uyğunluq pozulmuşdur deyir. Üst paleolit ağıllı insan, düzdür. Orta tunç səhətkarlığın müstəqil sahə çevrilməsi, düzdür. Suni od alt paleolit deyil, uşaqlar. Alt paleolit dövrü təbii oddur. Suni od orta paleolit dövrüdür. Mezolit bəli, ibtidai heyvandarlıq, enolit bəli, ev heyvanlarının hamısı əhəlləşdirilmişdir. Yenə uyğunluq gözlənilmişdir. Küraz mədəniyyəti şumanın zamanı qoşqu heyvanlardan istifadə olmaz. Düzdür. Yığıcılıq istehsal deyil, istehlakdır. Küraz mədəniyyəti erkən tunçdur, siklopik
son tonsuz göstərə bilmirik. Boyalı qablar mədəniyyəti orta tonsuzdur. Burada isə erkən tonsuzu göstərə bilmirik. Əkinçilik istehlac deyil, istehsal təsərrüfatıdır. 20. Azərbaycanda neolit dövründə sümük və daşdan alətlər hazırlanırdı. Baxın uşaqlar, sümük və daşlar istəyir paleolit olsun, neolit olsun, eneolit olsun, tunc olsun. Bütün dövrlərdə vardı. Yaylaq maldarlığı erkən tuncdur. İç metal eneolitdir. Zərcarlıq müstəqil oldu orta tuncda. Doğa əkinçiliyi, xış əkinçiliyi erkən tuncdur. İbtidai zaman hansı mərhələsinə uyğundur? 21-ci sual. Ağıllı insan üst paleolit, ana xətti üst paleolit, qəbir izması üst paleolit. Cavab olacaq Y variantı. 22. Uyğunluq gözlənilmişdir. Neolit ikinci istimaliyyət bölgüsü xeyr, orta tuncdur. Səhvdir. Paleolit istehsal təsərrüfatına keçsin əsaslı səhvdir. Mezolitdir. Mezolit dövründə bəli, M şəklini yadınızda saxlayın. Mezolit dövrü mikrolit əmək alətlərdir. Tunc dövründə iç metal xeyr, iç metal misli və bu da eneolit dövründədir. Dəmir dövrü birinci istimaliyyət bölgüsü xeyr, birinci istimaliyyət bölgüsü erkən tunc dövrüdür. 23-cü sual. Daha əvvəl baş vermişdir. İçin şəhər mərkəzləri orta tunc. Atdan minik qoşqu vasitəsi erkən tunc. İnsanların toxuculuqla məşğul olması neolit. Birinci istimaliyyət bölgüsü erkən tunc. Mikrolit əmək alətləri mezolit. Ən əvvəl mezolit dövrüdür. 24-cü sual. Daha əvvəl baş vermişdir. Ana xəqanlığın yaranması üst paleolit. Axir dünyasının inamı yaranması orta paleolit. Köçmə yaylaq maldarlığı erkən tunc. Üzümçülük və bağçılığın meydana gəlməsi orta tunc. İstehsal təsərrüfatının meydana gəlməsi təbii ki neolit. Daha əvvəl deyildi ən kiçik götürük, bu da orta paleolitdir. 25-ci sual. Orta daş dövrü, yəni mezolit dövrünə aid olan soruşur. İlk insan məskənləri mağaralarda alt paleolit götürmürük. Cavab olacaq əkinçilik. Yəni dediyim kimi əkinçilik və maldarlıq mezolit dövründədir. Rabitəlik üst paleolit dövrü. Nəsli qəbul edilməsi üst paleolit dövrü. Əkinçinin əsas təsərrüfat sahəsinə çevrilməsi neolit dövrü. 26-cı sual. Azərbaycanda ata xəqanlığı mövcudluğu dövründən fərqli olaraq ana xəqanlığı dövründə. Yalnız ana xəqanlığı dövrünü soruşur. İki dövrə də aid olmasın, ata xəqanlığa aid olmasın. Cavabımız olacaq D variantı. Deyir ki, əkinçilik və maldarlıq meydana gəlmişdir. Mezolitdə ana xəqanlığı dövrüdür. Mövcud olmuşdur. Davam edirdi. Görsəz iki dövrə aiddir, götürə bilərik. Amma yalnız bir dövrdə yarana bilər. Baxın, kollektiv halda bütün dövrlərdə. Metaldan alətlər hər ikisində vardı. Zərcarlıqla hər iki dövrdə məşğul olurdular. Saxsı qablar hər iki dövrdə var idi. 27-ci sual. Edəmə 12-ci, 8-ci minlərdən fərqli olaraq Edəmə 7-ci minlərdə. Yəni uşaqlar, mezolitdə olmazsan, neolit dövründə yalnız olsun. Cavabımız olacaq təbii ki, insanların duyuculuqla məşğul olması. Duyuculuq, yəni səhətkarlıq neolit dövründə yaranıbdır. Mezolitdə səhətkarlıq yox idi. İnsanla qan qohumluğu, yəni ana xəqanlığı var idi. Daşdan vəkaətləri, dedim axı, bütün dövrlərdə. Maldarlıq mezolitdə yaranıbsa, deməli neolitdə mövcuddur. Axir dünyasına inam orta paleolitdən bu tərəfə, hətta indiki dövrdə belə vardı. 28-ci sual. Azərbaycanda 12-ci, 8-ci minlərdən fərqli olaraq 6-4-cü minlərdə. Yəni mezolitdə olmazsan, yalnız eneolit dövründə mövcud olsun. Cavabımız olacaq elə A variantı. Toxuculuqla. Çünki toxuculuq neolitdə yaranıb axı. Neolitdə yaranıbsa, deməli eneolit dövründə də mövcud idi. Amma neolitdə yaranıbsa, mezolit dövründə mövcud ola bilməz. Daş alətlər bütün dövrdür. Sümüksü alətlər bütün dövrdür. Ana xəqanlıq üst paleolitdən erkən tunca kimidir. Axir dünyasında dediyim kimi orta paleolitdən bu yana bütün dövrlərdir. 29-cu sual. Uyğunluq gözlənilmişdir deyir. Təbii ki, qəbilənin həyatında qadınlar mühüm rol oynayırdı. Bəli, üst paleolit dövründə. Çünki bütün işlər demək olar ki, qadınlar baxırdı. İçin şəhər mərkəzləri eneolit yox, orta tunc dövrüdür. İnsanlar suyunu od əldə etdi. Neolit yox, orta paleolit dövrüdür. Daşların deşilməsi və cilaya mezolit yox, neolit dövrüdür. İş metal əldə edilib orta daş dövründə yox, eneolit dövründə. 30-cu sual. Neandertal adam üçün səciyyəvi deyil. Yəni Neandertal adama aid olmaz. Yəni orta paleolitə aid olmasın uşaqlar. Baxın, ovçuluq yığıcılıq bütün dövrlərə aiddir. İbtidai maldarlıq bəli, mezolit dövründə, orta paleolit deyil. B variantı. Təbiətin hazır məhsulları istehlak bütün dövrlərə aiddir. Orta paleolitdə yaranması bəli, təbii oddan da bəli, bütün dövrlərdə istifadə olunubdur. 31-ci sual. Neandertal üçün səciyyəvi deyil. Neandertal üçün səciyyəvi deyil, yəni orta paleolitə aid olmaz. Ovçuluq orta paleolitdə vardı. Daşdan məkaitlər orta paleolitdə hazırlanıbdır. Mənimsəl təsərrüfatı bütün dövrlərdə mövcud olubdur. Əkinçilik vərdişləri mezolit dövrüdür. Orta paleolitdə əkinçilik yoxdur. Onca cavabımız olacaq D variantı. Ulu icmada dediyim kimi alt və orta paleolit dövründədir. 32-ci sual. Bacarıqlı insan, ağıllı insan. Baxın, ulu icmada yaşamışdır. Bu bacarıqlı insandır. Daş sümü ağacdan alətlər düzəldirdi hər ikisi. Ox və çima ixtira edib mezolit dövrü olduğu üçün ağıllı insandır. İşte təbii oddan istifadə edib alt paleolit olduğu üçün bacarıqlı insandır. Çünki bacarıqlı insan hansı dövrdə yaşayıbdır? Alt paleolit dövründə. Qəbul icmasında yaşayıbdır. Təbii ki, ağıllı insan. Ağıllı insan hansı dövrdə mövcud olubdur? Üst paleolit dövründə. Cavabımız olacaq Y variantı.
33-cü sual. Mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar toxumların yerə düşüb yenidən düzəldiyini, böyüyünü müşahidə edirdilər. Onlar ağacla, sümüklə və ya sivri daşla torpağı yumşaldıb, ehtiyac saxladıqları yaban bitki toxumlarının bir hissəsini bastırırdılar. Bu yolla ibtidai insanlar özləri üçün məhsul əldə edirlər. Verilən proses nəticəsində təbii ki, əkinçilik yarandı. Yerə bir şey düşüb düzəlirsə, əkinçilik yaranır. 34-cü sual. Mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar toxumların yerə düşüb yenidən düzəldiyini, böyüdüyünü müşahidə edirdilər. Onlar ağacla, sümüklə və ya sivri daşla torpağı yumşaldıb, ehtiyac saxladıqları yaban bitki toxumlarının bir hissəsini bastırır, yenidən məhsul alırdılar. Uşaqlar yenə əkinçilik. Əkinçiliyin digər adı nədir uşaqlar? İstehsal təsərrüfatı. Cavabımız olacaq A variantı. Sonra 35-ci sual. Bacarıqlı insan, neandertal insan, ağıllı insan nəyi soruşur bizdən? Təbii ki, bunların oxşarlıqlarını soruşur. Demək, kollektiv formada yaşayıbdı uşaqlar. Kollektiv formada yaşayıbdı. Hamısı kollektiv halda yaşayıbdı. İlk yaşayış məskənlərini salıbdı. Təbii ki, bacarıqlı insan. Çünki ilk yaşayış məskəni alt paleolit dövründədir. İlk yaşayış, sonra orta paleolit dövründə neandertal insanda daşları cilalamaq bacarırdı. Ağıllı insan. Ox və kamanı ixtira eləyibdi. Ağıllı insan. Cavabımız olacaq Y variantı. 36-cı sual. Deyir ki, 12-8-ci milli əhatə edən bu dövrdə, yəni mezolit dövründə heyvanlar uzatma sürüdən ullanmağa başladı. İbtida maldarlıq və əkinçiliyə əsas qoyuldu. Haqqında bəhs olunan dövrdən fərqli olaraq insanlar, yəni elə bir şey tapaq ki, mezolit dövründə mövcud olmasın. Eneolitdə əkinçiliyə tanış oldular. Bəli. Bu səhvdir. Neolitdə sənət sahələri tanış oldular. Bəli, bu düzdür. Neolitdə sənətkarlıq meydanı. Üst paleolitdə qəbilədə yaşardılar. Mezolitdə də qəbilədə yaşardılar. Fərqli olaraq deyil axı. Erkən dövründə istehsal təsərrüfatı ilə tanış oldular. Mezolitdə də istehsal təsərrüfatı var idi. Orta paleolitdə ovçuluqla məşğul olurdular. Xeyr, mezolitdə də ovçuluq var idi. Yalnız neolitdə sənətkarlıq var idi, amma mezolitdə sənətkarlıq yox idi. Sonra 37-ci sual. Mezolit dövründən başlayan hansı proses eneolit dövründə baş tutmuşdu? Heyvanların əhliləşdirilməsi. 38. Neolit dövründə qəbilənin həyatına baş vermiş yeniliklərdən deyildi. Ona görə cavabımız olacaq. Saxsı qabların hazırlanması neolit dövründə var idi. İnsanın toxuculuqla məşğul olması var idi. Oturaq əl keçməsi var idi. Metal neolit dövründə deyil. Uşaqlar, metal eneolit dövründə. Cavabımız olacaq yalnız 4. 39-cu sual. Anaxaqan dövrünə aid olmayan əlamət heyvanlardan qoşqu vasitəsi kimi istifadə bu erkən tuncdur. Erkən tunc dövrü isə ata-xaqanlığı, ana-xaqanlığı dövrü uşaqlar yadınızda saxlanın. Üst paleolitdən erkən tunca kimi mövcud olub. 4 dənə dövrdür. Üst paleolit, mezolit, neolit və eneolit. 4 dövr anaxaqanlıq. Baxın, səsini üst paleoliti götürürük. Ox və kaman mezoliti götürürük. Maldarlıq mezoliti götürürük. Heyvanların əhliləşdirməyə başlaması mezoliti götürürük. Anaxaqan dövrünə aid olmayan əlaməti soruşur. Yaxşı, baxaq. İnsanın qan qohumluğu üst paleoliti götürür. Heyvanlara inanma meydana gəlməz uşaqlar. Bu alt paleolitdir. Alt paleolit dövrü, bir də orta paleolit dövründə anaxaqanlığı mövcud olmayıbdır. Ox və kaman mezoliti götürür. Tox əkinçiliyi neolitdi götürür. İnsanların misdaniyyətdən hazırlanması eneolitdi götürür. Dedik, anaxaqanlığı neçə dövrdədir? 4 dövrdədir. Ortadaş dövründə qəbilənin həyatına baş vermiş dəyişikliklərdən biri. Cavab olacaq. Kuş, zeolitli, mikrolit meydana gəlməsi. Yeni dediyim kimi. Ortadaş dövrü mezolit dövrüdür. Səsinin olması üst paleolit dövrüdür. Ana xətti üst paleolit dövrüdür. Misdən ilk dəfə eneolit, misdaş dövrüdür. Ata-xaqanlığın yaranması erkən tunc dövrüdür. 42-ci sual. Yeni daş dövründə, yəni neolit dövründə qəbilə icmasının həyatında yeni əlamətlərdən biri. Axir dünyanısına inanma meydana gəlməsi orta paleolit dövrüdür. Cavab olacaq B variantı. Baxın, əkinçilik və maldarlıq yaranıb mezolit dövründə. Əsas məşğuliyyət sahəsi olub uşaqlar neolit dövründə. Baxın, anaxaqan dövrünün başa çatması bu erkən tunc dövrüdür. İstimaliyyətdə qadınlar aparıcı oynamağa başlaması bu üst paleolit dövrüdür. Qış əkinçiliyinin yaranması erkən tunc dövrüdür. 43-cü sual. Azərbaycanda neolit dövrünə qəbilə icmasına yeni əlamətlərdən biri. Baxın, daş alətlərinin müsaitlərlə əvəz olunması eneolit dövrüdür. Heyvanların əhliləşdirməyə başlanması mezolit dövrüdür. Toxuculuğun yaranması neolit dövrüdür. Ümumiyyətlə, sənət sahələrinin hamısı neolit dövrüdür. Köçmə yaylaq maldarlığı erkən tuncdur. Kurqanların meydana gəlməsi erkən tuncdur. 44-cü sual. Alt paleolit və mezolit dövrlərinə aid oxşar cəhəti soruşur. İlk insan məskanları yalnız alt paleolitdir. Yaranması sözü yalnız bir dövrə aid olar. Ulitmanlı alt paleolit və orta paleolitdir. Götürə bilmərik. İnsanların xətti haqqında qohumluq əsasında birləşməsi. Bu üst paleolit dövrüdür. Alt paleolit dövrü deyil. Cavabımız olacaq D variantı. Çaxmaq daşını bütün dövrlər üçün götürə bilərik. Sənətkarlıq isə alt paleolit və mezolit dövrü üçün aiddir. Sənətkarlıq neolit dövründədir. 45-ci sual. Daş dövrü, paleolit və eneolit. Ulitmanın yaranması.
Bəli, alt paleolitdir. Kür-arası tunç dövrüdür, götürmürük. Əmək çəkidən daşdan hazırlanması bu bütün dövrlərə aiddir. Paleolitdə daxil olmaqla bir A və C variantı. Mis alətlərin hazırlanması, bəli, eneolitin adı mis daş dövrüdür. Ana xaqanlığın mövcud olması düzdür, 4 dövrdə mövcuddur. Toxuculuğun yaranması neolit dövrü deyə götürmürük. 1 A, C, 2 A, B cavabımız C variantı. Neolit və eneolit dövrlərinin ümumi cəhdinin mezolit dövründən fərqləndirən xüsusiyyətini soruşur. Yəni, mezolit dövrünə aid olmasın. Yalnız neolit və eneolit dövrünə aid olsun. Baxın, ox və çamanda mezolit var idi. Doyuşçuluğun mövcud olması. Bəli, neolitdə yaranıb, eneolitdə mövcud idi. Bunu götürürük. Əhalinin əkinçilə məşğul olması mezoilitdə vardı, götürmürük. Mikroid mezoilitdə vardı, götürmürük. Cavabımız olacaq yalnız 2. 47-ci. Qəbilənin mövcud olması. Bu bütün dövrlərə aiddir. Üst paleolitdən erkən tunca kimi qəbilə mövcud olubdur. Bacarıqlı insan yaranması. Paleolit dövrüdür. İstehsal təsərrüfatının əsasının qoyulması. Təbii ki, istehsal təsərrüfatının yaranması dedikdə biz biri götürəcəyik. Saxsı qabı istehsalının yaranması neolit dövrüdür. Heyvanların əhliləşdirilməsi, heyvanların əhliləşdirməyə başlanması da demək olar ki, mezoitlə əhliləşdirilməsi deyil. Mezoit və neolitə oxşar cəhət götürürük. 1C, 2B, 3D, 4A, 5C variantı. Sonra 48-ci sual. Ulu icmada yaşaması. Təbii ki, ulu icmada hansı yaşayıbdır? Ulu icmada Neandertal insan yaşayıbdır, bir də azıq adam yaşayıbdır. Orta paleolitin oxşar cəhətidir. 5-ə götürürük A variantını. Ovçuluqla məşğul olmasını biz demək olar ki, bütün dövrlərə götürə bilərik. Orta paleolit dövründə yaranması, bu Neandertal insandır. Metal işləmənin əsasının qoyulması ağıllı insandır. Qurça mədəniyyətin mövcud olması, bu da alt paleolit olduğu üçün azıq adamdır. Cavabımız olacaq E variantı. 49-cu sual deyir ki, orta paleolit alt paleolit dövründən fərqləndirən hansı cəhətlər üst paleolit üçün xarakterlikdir? Yəni ki, orta paleolitlə üst paleolitə oxşar olsun, alt paleolitə aid olmasın. Baxaq. Deyir ki, suni oddan istifadə olunması. Suni oddan istifadə olunması alt paleolitdə suni od deyildi, təbii oldu. Amma üst paleolitdə suni od var idi. Heyvanların əhliləşdirilməsi heç bir paleolitdə yoxdur. Yığıcılığın mövcud olması bütün dövrlərə aiddir. Yəni, alt paleolitdə fərqləndirən cəhət deyil. Təbii od alt paleolitdə var idi. Onca bunu da götürmürük. Cavabımız olacaq yalnız 1. Yalnız bir də Y variantı olacaq. 50-ci sual. Ana xaqanlıq dövrünü ulu icma dövründən fərqləndirmir. Yəni ki, bizdən oxşarlığı soruşur. Ona görə cavabımız olacaq. Qohumluğa əsasən insan kollektiv mövcud olması bu fərqləndirir. Zərkarlığın yaranması fərqləndirir, çünki yalnız ana xaqanlığıdır. İnsanlar istehsal təsərrüfatla məşğul olması bu da fərqləndirir, çünki yalnız ana xaqanlığıdır. Amma istehlak təsərrüfatı bütün dövrlərə aid oxşarlıqdır. Yəni, ana xaqanlığı ilə ulu icmanın oxşarlığıdır. Baxın, uşaqlar, bu yeni tipli sualdır. Fərqləndirmir demək, oxşar olanı tapmaq deməkdir. Cavabımız olacaq B variantı. 51-ci sual deyir ki, verilən hər iki dövrün ümumi cəhətlərini müəyyənləşdirir. Qədim daş dövrünün ortaları, yəni orta paleolit, daş dövrünə, metal dövrünə keçid dövrü, bu da eneolit. Orta paleolit və eneolit dövrünün bizdən oxşarlığını soruşur. Baxın, çapıq daşı vulkan şüsələri bütün dövrlərə aiddir. İnsanlar suni və təbii oddan istifadə edirdi, bu da bütün dövrlərə aiddir. Misdə alətlər hazırlanırdı, orta paleolitdə mis yox idi. Ahiret dünyasına İnan mövzudur. Bəli, orta paleolitdə yaranıb, eneolit dövründə mövcud idi. Bunu da götürürük. İnsanlar maldarlıqla orta paleolitdə maldarlıq yox idi. Bunu götürürük. Cavabımız olacaq A, B, D variantı. 52-ci sual. Bacarıqlı insan, ağıllı insan. Baxın, alt paleolit dövründə yaşayıb bacarıqlı insan. Rabitə nitqə malik deyildi, bacarıqlı insan. Odda istifadə etməyə bacardı hər ikisi. Sonra, heyvanlar əhliləşdirməyə başlanıbdı, mezolit dövründə, bu da ağıllı insandır. Toğuculuq və doyuşçuluq yaranıbdı neolit dövründə, bu da ağıllı insandır. Cavabımız olacaq D variantı. 53-cü sual. Azərbaycan neolit dövrü üçün səciyyəvidir. Yəni yenidaş dövrü. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması mezolit dövrüdür. Əhalinin otoqət keçməsi neolit dövrüdür. İkinci vərdişləri mezolit dövrüdür. Götürmürük. Saxsı qablar neolit dövrüdür. Cavabımız 2 və 4. Ox və çamaq edilməsi insanların həyatına hörmət, təbii ki, heyvanlara uzaq məsafədən olardılar. Bir də qida ehtiyatı artdı. Cavabımız 1 və 3. Azərbaycanın mezolit dövrünü üst paleolit dövrünə fərqlənirdi. Yalnız mezolit dövrünə aid olsun. Ulu icmadan qəbliyə üst paleolitdə götürmürük. İbtida maldarlıq mezolitdir. Ana xaqanlığı üst paleolitdə götürmürük. Ox və çaman yalnız mezolitdir. 2 və 4. Azərbaycanda eneolit dövrünü paleolit dövründən fərqləndirirdi. Yalnız eneolit dövrünə aid olsun. Onun görə cavabımız olacaq mis. Çünki mis eneolit dövrünə yaranıbdı. Daş alətlər bütün
daş dövründə mövcuddur. İstehsal təsərrüfatının cəmiyyətin həyatında mühüm rol oynaması. Bəli, Enolit dövrü çünki paleolitdə istehlakçı idi. Axir dünyasında inam mövcud olmaz, hər iki dövrdə var idi. Bizdən yalnız Enoliti soruşduğu üçün cavabımız olacaq 1 və 3. Yeni daş dövrünə aid xüsusiyyətləri müəyyənləşdirin. Cavab olacaq daş alətlərin deşilməsi və cilalanması, heyvanlar əhləşdirməyə başlanması mezolitdir. Qurçay mədəniyyətin formalaşması alt paleolitdir. Qış əkinçiliyi erkən tuncdur. Onca cavabımız olacaq iş sənət sahələri neolitdir, əhalinin mütləqa keçməsi neolitdir. 1, 5, 6. Orta daş dövrü, yəni mezolit dövrünə aid xüsusiyyətlər. Baxaq. Demək, sümükdə alətlərin hazırlanması dediyi axı bütün dövrləri götürə bilərik. Əkinçi və maldarlığın əsas məşğuliyyət deyirsə neolitdir. Yaranması desəydi mezolit olardı. Sonra deyək ki, istehsal təsərrüfatının formalaşmasının başa çatması bu neolitdir. Yaranması desəydi mezolit olardı. İçin əkinçinin vərdişləri mezolitdir. Duyuculuq neolitdir. Götürümlük mikroyot alətlər mezolitdir. Cavabımız olacaq 1, 4, 6. 59-cu sual. Azərbaycanda alt paleolit. İri tayfa birlikçiləri orta tuncdur. Uicman yaranması bəli alt paleolitdir. Suni ot orta paleolitdir. Götürümlük. Qəbli icması üst paleolitdir. Götürümlük. Sadə dilin adlar bəli alt paleolitdir. 2 və 5. Azərbaycanda Enolit dövrü üçün səciyyəlidir. Heyvanların əhləşdirməyə başlanması mezolitdir. Kurqan qəbillər erkən tuncdur. Sərkarlığın əhali məşruiyyətinə mühüm yer tutması bəli Enolitdir. Neolitdə yaranıbdır. Enolitdə mühüm yer tutdu. Daş alətlər bəli üstün yer tuturdu. Əmləş bərabərsizdir erkən tuncdur. Götürmürük. 61-ci sual. Ulizma və qəbli icmanın mövcudluğu dövrünə aid ümumi cəhətlər. Həm alt paleolit dövrünə aid olsun, həm də üst paleolitdən bu yana aid olsun. Baxaq. Maldarlığın mövcud olması ulu icma dövründə maldarlıq yox idi. Çünki maldarlıq mezolit dövründə yaranıbdır. Əmək alətlərinin daşdan hazırlanması. Mən dedim axı, daş görsəz uşaqlar bütün dövrləri götürürsünüz. 2 düzdür. Dini mərasimlər, ibadətgahlar erkən tuncdur. Heç qəbli icması da deyil, tayfaların mövcudluğu dövrüdür. Cəmiyyətdə qadınlar mühüm yer tuturdu. Bəli, qadınlar qəbli icması dövründə mühüm yer tuturdu. Amma ulu icma dövründə mühüm yer tutmurdu. İnsanlar yığıcılıqla məşğul olması. Baxın uşaqlar, bu yığıcılıq görsəz, ovçuluq görsəz, hər şeyə oxşarlıq götürə bilərsiniz. Daş da görsəz, yığıcılıq da görsəz, bütün dövrlərə oxşarlıq götürə bilərsiniz. 62-ci sual. Deyir ki, Azərbaycanda ulu icma və qəbli icması mövcudluğu dövrünə aid ümumi suallar götürür. Dəvəgözü və çaxmaq daşına kəskin alətlərin hazırlanması. Bu bütün dövrlərə aiddir. Yalnız deyir uşaqlar, baxın, niyə balıqçılıq yox idi? Balıqçılıq da var idi. Misal, əkinçilik və maldarlıq yox idi, var idi. Yalnız sözünə görə çıxırıq. İnsanlar ana xətti. Baxın, ulu icmada ana xətti yox idi. Axir dünyasında inam mövcud olması. Bunu götürürük. Çünki ulu icma orta paleolitdə mövcud idi. Axir orta paleolitdə axirətə inam yaranmışdı. Hətta axirətə inam indiki dövrdə belə mövcuddur. Əkinçiliyin insanların məşruiyyətdə əsas yer tutması bu yalnız qəbli icmasıdır. Ulu icmada çünki orta paleolitdə əkinçilik yox idi. 63-cü sual. Deyir ki, neolit dövrünə fərqli olaraq yalnız Enolit dövrünə aid olsun. İnsanlar mis, bəli, mis neolitdə yox idi, Enolitdə var idi. Toxa əkinçilik, qış əkinçiliyi əvəz olunması heç bir naid deyil, erkən tuncdur. İnsanlar saxsı qablar hazırlanmış və çoxuculuqla məşğul olmuşdur. Neolit dövründə var idi, götürmürük. Ev heyvanı demək olar ki, hamısı əhliləşmişdir, bəli, Enolit dövründə. Cavabımız olacaq 1 və 4. Neolit və Enolit dövrünə aid oxşar cəhətlər, istehsal təsərrüfatının mövcud olması, bəli, çünki mezolitdə yaranıbdır. Metaldan bəzək əşyalı, baxın uşaqlar, bu olmaz. Çünki Enolit dövründə yaranan bir şey Neolit dövründə mövcud ola bilməz. İçin çıxırıq. Saxsı qablar, bəli, Neolitdə yaranıbsa deməli Enolit dövründə mövcuddur. Ovçu və balıqçının əsas məşğuliyyət sahəsi olmaz. Xeyr, Neolit və Enolit dövründə əsas məşğuliyyət sahəsi əkinçilik, maldarlıq, sənətkarlıq idi. 4-də çıxırıq. Cəmiyyətdə qadınların mövqeyinin üstün olması, bəli. Dedik axı, üst paleolitdən erkən tunca kimi qadınlar üstün mövqedədir. Cavabımız olacaq 1, 3, 5. 65. Paleolit və mezolit dövrlərinin oxşar cəhətləri. Baxın, istehsal təsərrüfatı mövcud olması. Paleolitdə istehsal yox idi, mezolitdə var idi. Biz çıxırıq. Sonra, deyək ki, təsərrüfatda daş alətlər. Dedim axı, daş alətlər bütün daş dövründə vardı. İçin götürük. İnsanların rabitəlikə malik olması, bəli, üst paleolitdən bu yana rabitəlik vardı. İnsanların ovçuluqla məşğul olması, bəli, ovçuluq bütün dövrlərdə olubdu. Ulu icma mövcud olması. Xeyr, uşaqlar, ulu icma yalnız alt və orta paleolit dövründə mövcud olubdu. Mezolitdə ulu icma neyinir? Mezolitdə hansı icma idi? Qəbli icması idi. 66-cı sual. Mezolit dövrünü paleolit dövrünə fərqləndirən hansı xüsusiyyətlər Neolit dövrü üçün xarakteristikdir? Yəni ki, mezolit dövrü ilə Neolit dövrünün oxşar xüsusiyyətlərini soruşur bizdən. Baxın, daş alətlərin hazırlanması hər iki dövrə aiddir axı. Amma deyək ki, paleolit dövründən fərqli olsun. Onca biz çıxırıq. Heyvanların əhliləşdirilməsi, bəli, mezolitə də aiddir, neolitə də. Paleolitdə heyvanlar niyə əhliləşdirilirdi? Yox. Sonra, mikroyot alətlər, bəli, mezolitdə yaranıbsa deməli neolitdə mövcuddur. 3-də götürür. Qəbli icması üst paleolitdə yaranıbdır. Onca 4-də çıxırıq. Çünki deyək ki, paleolitə aid olmasın. Mezolit və neolitə aid olsun. Əkinçilik vərdişləri, bəli, mezolitdə yaranıbsa deməli neolitdə mövcuddur. 2, 3, 5. Deyək ki,
67-ci sualda. Ox və kamandan istifadə edərək heyvanlar, ovları, əkinçi və mallarla məşğul oldu. İş və metodlardan aletlər hazırlanmışdır. Haqqında bəhs edilən insan tipi təbii ki, bu ağıllı insandır. Duyuculuğun əsasını qoymuşdu, bəli, neolit dövründə. Qəbirdə yaşayırdı, bəli, üst paleolit dövründə. Əkinçidə xışdan istifadə etmişdir, bəli, Erkən dövründə də ağıllı insan var idi. İşdə və süni ot. Süni ot orta paleolitdir. Bu bacarıqlı insandır. Bacarıqlı insan yox. Neandertal insandır. Azıq insan kimi tanıbdır. Bu isə alt paleolit olduğu üçün bacarıqlı insandır. Cavabımız olacaq 1, 2, 3. 68-ci sual nə deyir? Qədim insanlar həm mezolit və neolitin yenə oxşarlığını soruşur. Yığıcılıqla bütün dövrlər vardı. Əkinçilik mezolitdə yaranıbsa neolitdə mövcuddur. Mikrobiot alətlər mezolitdə yaranıbsa neolitdə mövcuddur. 1, 2, 3. Oturaq həyat tərzi baxın. Neolitdə yaranan bir şey mezolitdə mövcud ola bilməz. Amma mezolitdə yaranan bir şey neolitdə mövcud ola bilməz. Oturaq həyat neolitdə axı, onca mezolitdə olmaz. Ticarət isə heç birinə aid deyil, orta tuncdur. 69-cu sual. Deyir ki, ibtidacma quruluşuna aid hadisə nəticələrdən müəyyən edin. Qədim insan yaşamaqla mübarizə aparması, insanlar məşahiyyətlə hazırlanması düzdür. Əmək fəaliyyətinin genişlənməsi, insanların şöhrünün inkişaf etməsi düzdür. Toxuculuğun meydana gəlməsi, ibtidai incəsənətin meydana gəlməsi. Nə əlaqə? Toxuculuq sənətkarlıqdır. Sənətkarlıqla incəsənətin heç bir əlaqəsi yoxdur. Toxuculuq neolit dövründədir, ibtidai incəsənət alt paleolit dövründədir. Çıxırıq. Misal alətlərin hazırlanması eneolit dövrüdür. Toxuda istifadə edilməsi neolit dövrüdür. Heç əlaqəsi yoxdur. Cavabımız olacaq 1 və 2. 70-ci sual. Azərbaycan dili və 600 milli tarixinə aid olan xüsusiyyətlər müəyyənləşdirin. Yəni eneolit dövrü. Baxın. Əkinçilik maldarlıqdan ayrılması erkən tuncdur, götürülür. Daş alətlər bəli üstünlüdür. Dairəvi yaşayış bəli eneolit dövründə evlər dairəvi formada çiy kərpic və möhrünə hörünürdü. Torpağın tox ilə yumşaldılması bəli eneolit dövrü tox əkinçiliyi dövrü adlanır. İbadətgahlar uşaqlar erkən tunc dövrüdür. 5-i çıxırıq. Cavabımız olacaq 2, 3, 4. 71-ci sual. Edem və 6-4-cü minilliklər soruşur, yəni eneolit dövrü. Baxın uşaqlar. Toxuculuqda il, bəli, il eneolit dövrüdür. 1 götürür. Daş əməliyyatlarının hazırlanmağa başlanması deyil. İstifadə olunması desəri götürərdik. Başlanması alt paleolit dövründədir. Sonra, əhali məşğuliyyətdə sərkarlığın, bəli, sərkarlıq yaranıb neolit dövründə. Mühümmiyyət tutubdur eneolit dövründə. 3-də götürürük. 71-də istehsal təsərrüfatının keçidinə əsasının qoyulması bu mezolit dövrüdür. Amma bizdən eneolit dövrünü soruşur. Bizə məlum olan ev heyvanları demək olar ki, bəli, sonracı əhləşdən heyvan da atı idi. Cavabımız olacaq 1, 3, 5. 73-cü sual. Azərbaycanda Edemə 12-8-ci minillikləri və Edemə 6-4-cü minilliklərin dövrlər düyümcədir. 12-8-ci minillik mezolit dövrüdür. 6-4-cü minillik eneolit dövrüdür. Mezolit və eneolitin bizdən oxşarlığını soruşur. Baxın, misli məşahidləri eneolit dövrüdür axı. Eneolitdə yaranan bir şey mezolitdə mövcud ola bilməz. Çünki eneolit mezolitdən sonradır. Biz çıxırıq. Heyvanların əhləşdirilməsi mezolitdə başlanıbsa eneolitdə mövcuddur. 2-ni götürürük. Toxuculuq neolitdə yaranıbsa, neolit mezolitdən sonradır. Onun üçün mezolitə aid ola bilməz. Qəblə icması, bəli, üst paleolitdən erkən tunca. Şimdi ağsaqqallar isə erkən tunc dövründədir. Onun üçün heç birinə aid deyil. Cavabımız olacaq 2-4. Azərbaycan tarixinin əvvəlki dövrlərdən fərqli olaraq neolitdə, yalnız neolit dövrünü soruşur bizdən. İnsanlar ana xəttili qohmaq əsasında birləşirdilər. Əvvəlki dövrlərdən fərqli olaraq neolitdən əvvəlki dövrdə də üst paleolit dövründə var idi. Onca biri çıxırıq. Sonra təsərrüfatda əsas yeri maldarlıq və əkinçilik tuturdu. Bəli. İnsanlar oturaq həyat keçmişlər, bəli. İri təbiət blokları orta tuncdur. Onca götürülür. Cavabımız olacaq 2-3. Daş dövrünə aid oxşar xüsusiyyətlər. Aid olan xüsusiyyətlər, yəni paleolit, mezolit, neolit, eneolit dövrü olsun. Baxın, camlıq daşı və dəvə gözü bütün dövrlərə aiddir. Dini mirasın ibadətçilər uşaqlar tunc dövrüdür, erkən tunc dövrüdür. 2-ni çıxırıq. 74-də sonra xış əkinçiliyi erkən tunc dövrüdür. 3-də çıxırıq. Sonra köçmə yaylaq maldarlığı erkən tunc dövrüdür. 4-də çıxırıq. Mikrolit, mezolitdir götürürük. Yeni istehsal sahələri neolitdir götürürük. Cavab olacaq 1, 5, 6. Daş dövrü yenə paleolit, mezolit, neolit, eneolit soruşur. Baxın, Quruçay mədəniyyəti mövcud olması alt paleolit qədim daş dövrüdür. Sonra bağçılıq, bostancılıq orta tunc dövrüdür götürürük. Dəfn etmə, yandırma erkən tunc dövrüdür götürürük. Ayaqla həyata keçirilən duyuq çarxı son tunc dövrüdür götürürük. Ox və kaman mezolit orta daş dövrüdür götürürük. Saxsı qablar neolit yeni daş dövrüdür götürürük. Cavabımız olacaq 1, 5, 6. Paleolit dövrünü mezolit dövründən fərqləndirmir nə dedim? Ortaq cəhət deməkdir. Yəni ikisinə də aid olanlar götürürük. Baxın, sümükdən aidlər bütün dövrlərdir. İç yaşayış məskənləri alt paleolitdir. Bizdən fərqləndirmir deyir. Bu fərqli cəhətdir. İnsanın organizmada yaşaması bu da yalnız paleolit dövrüdür. Axirətə inam mövcud olması, bəli, orta paleolitdə yaranıbdır. Hətta bu gündə belə axirət dünyasında inam mövcuddur. Cavabımız olacaq 1, 4. Hadisənin yerini dəyişsə, xronoloji ardıcıllıq düzgün verilmiş olar. Baxın, Quruçay mədəniyyəti
paleolitdir. İlk insan formu qüdsə mədəniyyəti alt paleolitdir. İlk insan meydana gəlməsi bacarıqlı insan alt paleolitdir. Axir dünyasına inam yaranması orta paleolitdir. Qəbilə meydana gəlməsi üst paleolitdir. İlk insan meydana gəlibdir. Ondan sonra qurça mədəniyyəti meydana gəlib. Onun görə bir neçə yeri dəyişir. Müvafiq olaraq damcılı, zar, buzeyir mağaralarına yer. Baxın uşaqlar. Damcılı Qazaxdadır. Zar Kəlbəcərdədir. Buzeyir Lerikdədir. 5-ci yerimiz bura Qazaxdır. 5. Baxın, zar Kəlbəcərdədir. 2 Kəlbəcərdir. Lerik Buzeyirdədir. 3 Lerikdir. Onun görə cavabımız olacaq 2, 3, bir də 4. 2, 3, 5. 4 uşaqlar. Yadınızda saxlayın. Füzulidir. Bir də Şuşa. Onun görə götürürük. 79-cu sual. Hər ikisinə hansı ərazilər ortaq cəhətdir? Qədim insanların insan məskənləri yerlərdir. Bir də qayalar üzərində təsvir sənət nümunələri aşkar olunmuşdur. Baxın uşaqlar, cavabımız olacaq Kəlbəcərlə 5. Abşeron 2 və 5. Kəlbəcərdə zar mağarası var. Ona görə həmçinin Abşeronda bir də Kəlbəcərdə təsvir sənət nümunələri aşkar olunubdur. 80-ci sual. Deyir ki, Göytəpə, uşaqlar, Göytəpə Tovuzdadır. Kamiltəpə Ağcabəddədir. Baxın, 3 Ağcabəddir. 4 isə Tovuzdur. Yadınızda saxlayın. Yenə qəbulda rastınıza çıxa bilər. 2 Naxçıvandır. 5 Qubadır. 2 də Zaqataladır. Sonra, qədim daş dövrünün sonlarında. Qədim daş dövrü hansı dövrüdür? Paleolit. Paleolit dövrünün sonunda üst paleolit dövrüdür. Cavab olacaq nəsli icma, yəni qəbilə icması meydana gəldi. 1. Cəmiyyətdə ana xaqanlığı 2. Qədim insan ilk bircə yaşayış forması ulu icmadır. Bu alt paleolit dövrüdür. Onca götürmür. Obsidiyanlar ayətlər hazırlamağa başladılar. Bu da alt paleolit dövrüdür. Onca götürmür. Cavabımız olacaq 1 və 2. Daş dövrünün sonlarında. Qədim daş dövrünün sonu üst paleolit dövrüdür. Cavab olacaq saxsı qablar. Daş dövrünün sonlarında. Daş dövrünün sonlarında uşaqlar, daş dövrünün sonları Neolit və Enolit dövrünü soruşur. Baxın, saxsı qablar Neolit dövrüdür. Bir götürük. Qəbilə icması daş dövrünün əvvəlidir. Bunu çıxırıq. Toxa ikinci mövcuduydu, bəli. Bunu da götürürük. 1-3 cəmçi mövcud olmuşdu, bəli. Bunu da götürürük. Cavabımız olacaq 1-3-dür. Tafet tifaqlar daş dövrü deyil, tunç dövrüdür. Verilənə hər ikisi hansı dövrün adi ümumcəhətlərdir? Daşların cilalanması, əkində biçin işlərində. Baxın, orak. Baxın, Neolit və Enolit dövrünü soruşur. Yəni mis daşla yeni daş dövrünün ortaq cəhətdir bu 2-4. Çünki qədim daş dövründə sənətkarlıq yox idi, oraq da yox idi. Orta daş dövründə sənətkarlıqla oraq yox idi. 84-cü sual deyir ki, ulu icma və nəsli icmanın ümumi cəhətləridir. Yəni ki, nəsli icma qəbilə icmasıdır. Oxşarlıq soruşur. İnsanların birlikdə yaşaması düzdür. Qan qohumluğu icmada yox idi. 2 səhvdir. Qədim daş dövründə meydana gəlməsi, bu da düzdür, paleolit dövründədir. Biri alt paleolitdir, biri üst paleolitdir. İnsanların xüsusi əlməkə sahib olması, nə əlaqə, elə bir şey yox idi. Cavabımız olacaq 1, 3. Xronologiyaları. Heyvanlar əhləşdirməyə başlanılması, mezolit. İlk əkinçilik vərdişlərinin başa çatması deyir. Heyvanların əhliləşdirməyə başa çatması Enolit dövrüdür. İlk əkinçilik vərdişlərinin yaranması mezolit dövrüdür. Qəbilə icmasının yaranması üst paleolit dövrüdür. Neandertal orta paleolit dövrüdür. Cavabımız olacaq 4, 3, 2, 1. Maldarın əsasının qoyulması mezolit dövrüdür. Toxuculuqla məşğul olmağa başlanması Neolit dövrüdür. Tunç əmək alətlərinin hazırlanması Erkənsi dövrüdür. Cavab olacaq 1, 2, 3. Müasir insan tipi Homo sapiens üst paleolit dövrüdür. İlk şəhər mərkəzləri Orta Tunç dövrüdür. Keçidin istehsal təsərrüfatına keçidin əsasının qoyulması mezolit dövrüdür. Cavabımız olacaq 1, 3, 2. Sonra tayfanın yaranması Erkən Tunç dövrüdür. İlk dəfə oddan istifadə alt paleolit dövrüdür. Ağıllı insan üst paleolit dövrüdür. İbtidai maldarlıq mezolit dövrüdür. Cavabımız olacaq 2, 3, 4, 1. Doyuculuq Neolit dövrüdür. Boyalı qablar Orta Tunç dövrüdür. Ana xaqanatı xaqanın əvəz etməsi Erkən Tunç dövrüdür. Heyvanlar əhləşdirməyə başlanması mezolit dövrüdür. Cavabımız olacaq 4, 1, 3, 4, 1, 3, 2. Sonra uyğunluğu müəyyənləşdirilir. Paleolit dövrü, Neolit dövrü, qəbilə icması meydana gəlməsi üst paleolit dövrüdür. İlk sahələrin meydana gəlməsi Neolit dövrüdür. Əkinçilik mallardan ayrılması Erkən Tunç dövrüdür. Heç birinə götürmürük. İç metal Enolit dövrüdür. Heyvanlar əhləşdirməyə başlanması mezolit dövrüdür. Heç birinə götürmürük. İçində nəyə çıxırıq? Sonra 91-ci sual yenə uyğunlaşdırmadır. Əkinçilik mallardan ayrılması Erkən Tunç dövrüdür.
Əhalinin tokaya keçməsi neolit dövrüdür. Ox və çiman yaranması mezolit dövrüdür. Köçmə yaylıq maldarlığı Erkəntos dövrüdür. İbtidai maldarlıq mezolit dövrüdür. 92-ci. Ana xaqanlığı, yəni üst paleolit soruşur. Mezolit, neolit, enolit. Ata xaqanlığı erkən, orta, son tuncu soruşur. Başlayaq. Deyək ki, ikinci ictimai əmək bölgüsünün baş verməsi bu orta tunçdur. Yəni ata xaqanlığı. Sassi qabla istehsalında ayaqla hərəkət gətirən son tunçdur. Yəni ata xaqanlığı. Mikrotemə çayətləri mezolitdir. Yəni ana xaqanlığı. Əhalinin tokayda keçməsi neolitdir. Yəni ana xaqanlığı. Daşdan incəmə çayətləri nə dövrüdür? At paleolit dövrüdür. Uşaqlar, at və orta paleolit baxın qəbul qeydidir. Nə ana xaqanlığı dövrüdür, nə də ata xaqanlığı dövrüdür. Sonra 93-cü sual. Ox və çaman meydana gəldiyi dövr, yəni mezolit, bacarıqlı insan yaşadığı dövr orta paleolit. Metaldan istifadə edilməsi bu enoritdir, götürürük. İbtidai ikincisinin yaranması mezolitdir, götürürük. Ana xaqanlığın süqut etməsi erkən tunçdur, götürürük. İlk insan məskənlərinin salınması deyil. İlk insan məskənlərinin salınması da alt paleolitdir, götürürük. Bacarıqlı insan alt paleolit dövründədir çünki. Sonra fiziki cüzəbənin şişəməni ön plana tutması erkən tunçdur, heç birinə aid deyil. 94-cü sual. Təxminən 35-12-ci miqdası arasındakı dövr üst paleolit dövrü, 6-4-cü miqlər enolit dövrü. Baxın, ana xaqanlığın ata xaqanlığına əvəz edilməsi bu erkən tunç dövrüdür, heç birinə aid deyil. Sonra misdən istifadə edilməsi enolit dövrüdür. Üst paleolit xarakterizik kimi etməsi, yəni üst paleolitdir, götürürük. Müasir insan tipi üst paleolitdir, götürürük. Dairəvi yaşayış evlərinin inşa edilməsi enolikdir, götürürük. Sonra uyğunluq 135 orta paleolit dövrüdür. 12-8 mezolit dövrüdür. Buna aid uyğunluğu tapacaq. Baxın, deyək ki, daşdəmə çayətlərin hazırlanmaya başlanması at paleolitdir, heç birinə aid deyil. İlk əkinçi vərdişləri bəli, mezolit dövrüdür. Orta paleolit dövrü birə aiddir. Mikrotemə çayətləri mezolit dövrüdür, bəli. Neandertal insan tipi orta paleolitdir. Sonra paleolit, mezolit, neolit. Sassi qabların hazırlanması neolit dövrüdür. Qış əkinçinin yaranması heç biridir. Mikrotemə çayətləri mezolit dövrüdür. İstehsal təsərrüfatına keçid mezolit dövrüdür. Qurça mədəniyyəti paleolit dövrüdür. Bu qədər uşaqlar.